Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Bakı şəhəri Nizami rayonu Babək prospektində avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub. Sferaz Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 450 kvadrat metr olan avtomobil təmiri sexində təmirə dayanmış Porsche markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək digər avtomobillərə keçməsinə, o cümlədən sexə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində minik avtomobilinin yanar konstruksiyaları yanıb. Avtomobil təmiri sexi və sexdə yerləşən digər avtomobillər yanğından mühafizə olunub.